Salam, hər vaxtınız xeyir. Mən Esirim Təhsil və İncəv Akademiyasının coğrafiya müəllimi Nigar Qəribova. Bu videomuzda biz miqyas, məhəllim planı və şərt işarə mövzusuna addım-addım baxacağıq. Vaxt itirmədən keçək dərsimizə. Əvvəla miqyas nədir? Miqyas plan, xəritə və qlobusda, həqiqi məsafənin nisbət və kiçikliyini göstərən kəsirdir. İfadə olunmasına görə 3 qrupa bölünürük: ədədi, izahlı və xətti miqyasa. Ədədi miqyasımız sürəti vahid olan, məxrəci isə obyektin nisbət və kiçikliyini göstərən bir kəsirdir. Yəni yuvarlaq kəsirdir, bu cür deyək. Xəritələrin kənarlarında gördüyümüz kəsirlər, miqyaslar daha doğrusu ədədi miqyasdır. İzahlı miqyas isə bunun aydın və açıq formada, yəni 1 sm neçə metr, kilometr ərazinin təsvir olunduğunu izahlı bir şəkildə göstərən miqyasdır. Xətti miqyas isə qrafik və simvollardan ibarətdir. Sağ hissədə metr və ya kilometr olması qeyd edilir. Sol hissədə isə 1 sm-də nə qədər ərazinin təsvir olunduğunu göstərir. Məsələn, birinci qrafikimizdə 1 sm bərabərdir 1 metrə və ya üçüncüyə baxırıq, 1 sm bərabərdir 1 kilometrə. Bu cür. Bu miqyasın ifadə olunma formasıdır. Bəs miqyasda çevrilmələr necə olur? Biz çoxlar deyirik ki, 5 0 2 0. Bunun nə üçün edirik, necə edirik? 1-in nisbəti, gəlin yazaq 200.000. 5 0 silmək prosesi olsun. Bu 1 sm-də 200.000 sm təsvir edilib anlayış deməkdir. Biz bunu birbaşa miqyasın hesablamaqda bir rahat olsun deyə kilometr və ya metrə çeviririk. 1 metrimiz 100 sm olduğu üçün əgər miqyasımızı metrə çevirirsə 2 0 silirik. Yox, əgər kilometrə çeviririksə 1 kilometrimiz 100.000 sm-dir. Bu səbəbdən 5 0 silirik. Yəni bununla əlaqədar olaraq 5 0 2 0 söhbətidir. Yəni kilometrə çevirəndə 5 0, metrə çevirəndə isə 2 0 silirik və beləliklə bizim üçün hesablamada çox rahat olur. Davam edək. Kiçik miqyaslı xəritələrdə böyük ərazilər, böyük miqyaslı xəritədə isə kiçik ərazilər təsvir edilir. Bu nə deməkdir? Biz miqyasımızı müqayisə edəndə məxrəcdəki ədədin böyüklüyü bizim miqyasımızın böyüklüyü demək deyil. Əksinədir. Məxrəc nə qədər böyükdürsə, kəsirimiz bir o qədər kiçikdir. Məxrəc, baxın, nə qədər böyükdürsə, miqyasımız bir o qədər kiçikdir. Burada ən böyük miqyasımız budur. Daha sonra bu sıram isə budur. Birinci, miqyasımız, ən kiçik miqyasımız budur təsvir edilənlər içərisində. Miqyas ən kiçik olduğu üçün təsvir edilən ərazi daha genişdir. Müfəssəllik azdır. Müfəssəllik dəqiqlik deməkdir. Yəni buradakı obyektləri biz dəqiq seçə görə və təhlil edə bilmirik. Generalizasiyası çoxdur. Generalizasiya nədir? Vacib olanın qeyd edilməsi, digərlərinin isə ixrac edilməsidir. Yəni ümumiləşdirək, vacibsə nə lazımdır, onları qeyd edirik, digər obyektlər isə təsvir edilmir. Çox geniş ərazilər təsvir edildiyi üçün generalizasiya burada çox, müfəssəllik isə azdır. Digər xəritədə gəlin ən kiçik üstündə eyni təhlil aparaq. Bu ərazidə isə miqyasımız birinci şəklimizə nisbətən böyükdür. Böyük olduğu üçün müfəssəllik birinciyə nisbətən artıq, generalizasiya isə azdır. Yəni təsvir edilən ərazinin sayı az olduğu üçün, təsvir edilən obyektlər az olduğu üçün daha çox ümumiləşdirməyə ehtiyac duymuruq. Bizə konkret ərazi var, onu təsvir edirik. Buna da deyirik. Böyük miqyaslı xəritələrdə daha kiçik ərazilər, kiçik miqyaslı xəritələrdə isə daha böyük ərazilər təsvir edilir. Burada xəritə olmalıdır. Davam edək. Burada isə miqyas və miqyasın kəmiyyəti arasındakı asılığa baxırıq. Miqyas ümumidir. Miqyasın kəmiyyəti isə məxrəcidir. Birin nisbəti burada neçədir? 500.000 deyilir. 500.000 yazıq. Bura bizim sürətimizdir, vahiddən ibarətdir. Məxrəcimiz isə bizim kəmiyyətimizdir, miqyasımızın kəmiyyəti. Miqyasın kəmiyyəti nə qədər böyükdürsə, miqyas bir o qədər kiçikdir. Burada da var qaydamız, miqyasın kəmiyyəti böyükdürsə, miqyas kiçilir, miqyas kiçiləndə də əhatə etdiyi ərazi böyüyür, müfəssəllik azalır, generalizasiya artır. Bunun əksində isə miqyasın kəmiyyəti kiçiləndə isə miqyas böyüyür. Miqyas böyüyəndə də əhatə etdiyi ərazi kiçilir, yəni daha az ərazisini təsvir edir. Müfəssəllik, dəqiqlik artır, çünki az ərazi təsvir edilir. Generalizasiya isə azalır. Yəni ümumiləşdirmədə ehtiyac olmur, çünki təsvir edilen ərazi azdır. Buna aid bir tapşırığımız var burada, buna baxaq. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələrdə Bakı ilə Gəncə şəhər arasındakı məsafə santimetrlə verilmişdir. Hansı xəritənin miqyası daha kiçikdir?
Miqyas daha kiçikdirsə, geri verək optik şəklimizə, bunun üstünə tək yaparaq. Bakı ilə Gəncə arasında təsvir edilib. Gəlin biz bunu burada baxaq. Baxın, bu miqyaslı xəritə bu miqyaslı xəritədən kiçikdir. Böyük olan bu ərazi, düzdür? İndi baxaq iki nöqtə arasındakı məsafə hansına daha böyükdür? Qara dənizə gələn Xəzər dənizi arasındakı məsafəyə bir xətt çəkək. Bir də boş şəkildə xətt çəkək. Bu cür. Miqyası böyük olan ərazi, miqyası böyük olan xəritədə təsvir edilən ərazilər arasındakı məsafə miqyası kiçik olan xəritədən daha böyükdür. Baxın, miqyasın özü kiçikdir, məsafələr də kiçikdir. Miqyas böyükdür, məsafələr də böyükdür. Buna əsasən bu cədvəlimizə qaydanda bizə deyir ki, miqyas daha kiçikdir. Deməli, məsafə də daha kiçik olmalıdır. Baxırıq 40 deyil, 22 deyil, 24 deyil, 36 deyil, 16. Ən kiçik budur. Deməli, ən kiçik miqyas da məhz bunda verilmişdir. Daha sonra miqyas məsələ düsturları var ki, bunlar vacibdir, əzbərləmək lazımdır. Yəni, birinci səhv istifadə edəndən sonra əslində əzbərləmək olur. Birinci həqiqi məsafəyə baxaq. Həqiqi məsafə, vurma yalnız həqiqi məsafədə var. Həqiqi məsafənin qiyməti böyük olduğu üçün vurma burada mütləqdir. Yəni, bu cür əzbərləyə bilərsiniz əslində. Miqyas, xəritədəki məsafə. Həqiqi məsafə bərabərdir, miqyas vursun xəritədəki məsafə. Miqyas da bərabərdir, həqiqi məsafə böl xəritədəki məsafə. Xəritədəki məsafəni tapanda bir dəfə həqiqi məsafəni miqyasa bölürük. Bu qədər. İndi isə buna aid məsələlərə gəlin baxaq. Yer səthində A və B məntəqə arasındakı məsafə həqiqi məsafədən söhbət gedir. Həqiqi məsafə nə qədərdir? Bu M-yə ehtiyac yoxdur. Həqiqi məsafə bərabərdir 2400 kilometr. Doğru? Bəli, kilometr. Miqyasımız, baxın, xətti miqyasla təsvir edilir bizə kilometrdir və 200-dür. 200 kilometr. Xəritədəki məsafəni yəqin ki, bizdən soruşur. Bəli, xətt neçə sm olar? Santimetr olar. Xəritədəki məsafəni tapan nə edirdik? Həqiqi məsafəni miqyasa bölürdük. 2400-də 200-ə böləndə cavabımız eləyir 12. Y variantı. İkinci məsələyə baxaq. Bu dəfə bizə miqyası verib. Santimetrə çeviririk. 5 sıfırı silirik. 5-dən sildik. Bərabərdir 8 kilometrə. İki məntəqə arasındakı məsafə 7,5 santimetrdir. Yəni, xəritədəki məsafəmiz də verib bizə 7,5. Həqiqi məsafəni tapanda nə edirdik? Miqyası xəritəyə vururduq. 8,5-i, yox, 8-i 7,5-ə vururuq. Cavabımız edir 60. Daha sonra bir də bu cür məsələlər qarşımıza çıxır. İki müxtəlif xəritədə eyni ərazilərin təsviridir. Miqyasımız, birinci xəritədə miqyasımız, qələmimizi seçək. Birinci xəritədə miqyasımız bərabərdir. 5 sıfır silirik. 3 kilometrə. İki məntəqə arasındakı məsafə 9 santimetr. Xəritədəki məsafə bərabərdir 9 santimetr. Gəlin buradan həqiqi məsafəni tapaq. 3 9-a 27 kilometr. Həqiqi məsafəmiz. Digər xəritədə isə bu məsafə, baxın, eyni ərazidir. Digər xəritədə isə bu məsafə 54 santimetrdir. Həqiqi məsafəsi 24 santimetr olan, 27 kilometr olan ərazi xəritənin birində 9 santimetr, digərində isə 54 santimetr olaraq təsvir edilmişdir. Xəritədəki məsafə bərabərdir 54 santimetrə. Bizdən isə ikinci xəritənin tərtib olunduğu xətti miqyası müəyyən edin deyilir. Baxırıq, cavabları kilometrdə var, metrdə var. Gəlin görək. Birinci buradan tapaq miqyası. Həqiqi məsafəni bölürük xəritədəki məsafəyə. 27-ni 54-ə bölürük. 27 böl 54. Bu deyilir 0,5 kilometr. Baxaq görək 0,5 yoxdur. Bu heç deyil. 5 kilometr deyil. Daha sonra bunlarda heç deyil. İndi gəlin bu kilometri metrə çevirək. Biz bildik ki, 1 kilometrimiz 1000 metrdir. 0,5 kilometrimiz isə olur 500 metr. Doğru cavabımız C variantı. Daha sonra isə miqyasda sahə düsturları var. Miqyasın sahə düsturunu isə bunu da öyrənməliyik. Həqiqi sahə bərabərdir miqyasın kvadratına. Baxın, miqyasın kvadratı. Bir çox məsələlərdə bu kvadrat nüansına görə səhvlik edilir. Buna diqqət etsək, çətin heç bir şey yoxdur. Miqyasın kvadratını unutmuruq. Xəttdəki sahə bərabərdir. Həqiqi sahə bölünsün miqyasın kvadratı. Baxın, yenə miqyasın kvadratıdır. Miqyasın kvadratını tapanda isə kök altında
həqiqi sahəni bölürük xəritədəki sahəyə. Buna aid bir neçə məsələmiz var. Bunlara da diqqət edirik. Birinciyə baxarıq. Miqyasımızı birbaşa qeyd edirik. 5 sıfırı sildik. 6 kilometrə etdi. Xəritədəki sahə 4 sm kvadrat santimetr verilmişdir. Bizdən həqiqi sahəni istəyir. Doğrumu? Bəli, kilometrlə. Həqiqi sahə bərabərdir. Miqyasın kvadratı, 6-nın kvadratı vurulsun 4-ə. Xəritədəki sahəyə yəni. Bu da bərabərdir. 36-nı da vururuq 4-ə. O da edir 144. Burada cavabımız oldu 144. Hamısını pozaq. İndi ikinci məsələmizə baxaq. Bu dəfə isə həqiqi sahə verilib. Həqiqi sahə 12 kvadrat kilometr. Miqyasımız belə veriblər. 5 sıfırı silirik, qalır 2 kilometr. Xəritədə tutduğu sahəni kvadrat santimetrlə hesablayın. Xəritədəki sahə nəyə bərabər idi? Həqiqi sahə böl miqyasın kvadratına. Yəni 12-ni böləcəyik 2-nin kvadratına. O da edir 4. Cavab da 3. 3 kvadrat santimetrdir. Xəritələrdə iki məntəqə arasındakı məsafə, çaylar, yollar, tərhədlər, boru kəmərləri kimi coğrafi obyektlərin uzunluğu müxtəlif üsullarla hesablanır. Bunun üçün bizə, yəni xüsusi miqyas tapılanda meridian və paraleldə yerləşməsi nəzərə alınır ki, harda yerləşirlər. Birinci qaydamıza baxaq. Məntəqələr eyni meridian və ya ekvator üzərində yerləşirsə, hesablama aparmaq üçün 1 dərəcəlik meridian və ya ekvator qüvvəsinin uzunluğu 111 kimi götürülür. Baxın, 111 kilometr kimi götürülür. Bir çox hallarda hesablamaların dəqiq olması üçün ekvator üzərində 111,3 km, meridianlarda isə 111,1 kimi qəbul edilir. Ekvatorda 111,3, meridianlarda isə 111,1 kimi qəbul edilir. Bunu bildik. İkinciyə baxırıq. Eyni paralel üzərində yerləşən məntəqələr, paralellər bu cürdür. Eyni paralel üzərində yerləşən məntəqələr arasındakı məsafəni hesablamaq üçün onların arasındakı coğrafi uzunluq fərqi 1 dərəcəlik paralel qüvvəsinin uzunluğuna vurulur. Məsələn, eyni paralel üzərində 2 nöqtə var. Gəlin bura olsun 40 dərəcə cənub enliyi. Məntəqənin biri burada yerləşir, biri burada. Qoy biri olsun 50 dərəcə şərq uzunluğu, digəri olsun 10 dərəcə şərq uzunluğu. Bunlar arasındakı məsafəni tapmaq üçün 50, bu sizdə 10 idi deyəsən, hə. Arasındakı məsafə 40 dərəcədir. Hər ikisi 40 dərəcəyə paralel, 40 dərəcəlik cənub enliyində yerləşdiyi üçün və biz bilirik ki, 40 dərəcəlik paraleldə 1 dərəcəlik qüvvəsinin uzunluğu 85,4-dür. 1 dərəcə 85,4-dürsə, bunun arasındakı fərq 40 dərəcədir, 50-10. 40-ı da vururuq 85,4-ə və məntəqələr arasındakı paralellər əsasında uzunluq fərqini, yəni uzunluğu. Daha sonra isə xəritə üzərində olan əyrə xətlərin uzunluğu, bu əsas nəyə diqqət edirik? Xəritədə uzunluğu kurvimetrlə, əyrə xətlərin hesablanması isə pərcər və mikrometrdən istifadə edirik. Yəni bu iki qaydaya diqqət edirik. Burada başqa bir çətin heç nə yoxdur. Davam edək. Bir də var paletika üsulu. Paletika üsulu nədir? Əvvəla sahə anlayışını izah edək. Biz coğrafi obyektlərin bir var fiziki səthi, bir də var həndəsi səthi. Fiziki səthin hesablanması deyəndə biz qeyd edirik ki, Azərbaycanın sahəsi 86,6 min kvadrat kilometrdir. Bu Azərbaycanın fiziki səthinin sahəsi deyil, həndəsi səthinin sahəsidir. Fiziki səthini hesablamaq istəsək, biz gərək dağları, dərələri, çökəklikləri, hər şeyi hesablayaq. Bu səbəbdən coğrafiyada sahə tapılanda həndəsi səthdəki sahə tapılır. Həndəsi səthin sahəsini necə tapırıq? Bunun üçün bizə paletika lazımdır. Paletika nədir? Hər tərəfi 0,5 cm bərabər olan kvadratlara bölünmüş şəffaf lövhə. Bu bir şəffaf lövhədir. Bunun hər damasının uzunluğu 0,5 cm-dir. Bu paletikanın ümumi bir damasının sahəsi, yəni bir tərəfi 0,5 olanda ümumi sahəsi 0,5 kvadrat santimetr olur. 4 dənə bu cür dama isə 1 kvadrat santimetr deməkdir. Yəni biri 0,25-dirsə, 4 dənəsi bir yerdə olur 1 kvadrat santimetr.
Bəzən olur, burada yəni bəzən çox vaxt olur ki, yarımçıq damalar olur. Bəs bunları necə hesablayırıq? Baxın, yarımçıq damadır və ya bura. Yəni bir damcı belə olsa, əgər baxın bura, yarımçıq bir xətt keçibsə oradan, o da hesablanır. 2 yarımçıq dama bərabərdir 1 bütöv damaya. 1 bütöv damanın da sahəsi bərabər nəyə? 0,25 kvadrat santimetrə. Bu cür hesablanır. Paletika üsulunda bildik. Davam edirik. Burada məsələlərimiz var. Buna gəlin ən sonda baxaq bir-bir. Məhəllin planı haqqında danışaq. Məhəllin planı yer səthinin kiçik sahələrinin yuxarıdan keçirdilmiş şəkildə şərti işarələr təsvirində deyilir. Baxın, şərti işarələr yer səthinin kiçik sahələrinin keçirdilmiş şəklinə deyilir. Kiçik sahələr də var, bir də şərti işarələr var. Xəritlərdə əsasən böyük ərazilər təsvir edilir. Planda isə daha kiçik ərazilər təsvir edilir. Planın tərtibi üçün bizə lazımdır istiqamət, azimut, şərti işarələr və miqyas. İstiqaməti biz planda şimal, cənub oxu ilə bilə bilirik ki, şimal istiqamətimiz haradır, cənub istiqamətimiz haradır. Azimutu isə iki halda baxırıq. Planda transporterlər məhəldə, yəni açıq havada isə kompasla təyin edə bilirik. Bu da diqqət etməli olduğumuz bir nöqtədir. Şərti işarələrdə 3 hissəyə bölünür, onu da sonda deyəcəyik. Miqyasımız isə planın tərtibi üçün miqyasın birin nisbəti 10.000-dən böyük olmalıdır. Kiçik ərazilər təsvir edilir 10.000. Birin nisbəti 10.000-dən böyük olmalıdır. Miqyasımız yerin əyriliyi nəzərə alınmır, diqqət edirik. Paralel və meridianlar olmur, buna da diqqət edirik. Relyef horizontallarla təsvir edilir. Horizontallar bunlardır, bu cür verqişdiriklərimiz. Bu da gələn dərsimizdir. Davam edək. Plan almanın iki üsulu var. İki yerə bölürük. Yerüstü plan alma, havadan plan alma. Gəlin havadan deyək, daha qısadır o. Havadan plan alma bu üsuldan daha çox geniş ərazilərin, əlçatmaz ərazilərin, yəni daha keçilməsi mümkün olmayan ərazilərin təsvirində istifadə edilir. Yəni bu üsulla alınır planı. Havadan plan alma orbital stansiyalardır, kosmik peyklərdir, təyyarələrdir, helikopterlərdir. Bunların çəkdiyi şəkillər əsasında plan hazırlanır. Yerüstü plan alma isə adı üstündə, yəni yer səthinin üzərində həyata keçirilir. Bunu da iki yerə bölürük. Dəqiq və ya gözə yarı. Dəqiq plan alma mürəkkəb alətlərlə aparılır. Bussol, teodolit. Əsasən topoqraflar tərəfindən topografik xəritələrin tərtibində istifadə edilir. Dəqiq plan alma. Gözə yarı plan alma isə daha çox sadə alətlərlə aparılır. Hansı alətlərdir? Menzuladır, planşetdir, kompasdır, ruletkadır, vizirxət keşidir, çöl pərcarıdır və nivelirdir. Gözə yarı plan almanın özü də iki yerə bölünür. Qütb üsulu, marşrut üsulu. Qütb üsulu konkret bir ərazidə dururuq və bu əraziyə nəzərən yerləşən obyektləri qeyd edirik. Marşrut planlamasında isə baxın 4 dənə marşrut yaradıblar. Əsasən ekskursiya və yürüyüşlər zamanı istifadə edilir. 4 müxtəlif ərazidə məntiqə qurulur. Bu da oldu bizim planlamamızın üsulları. Davam edirik. Qeyd etmişdik ki, plan tərtib edəndə şərti işarələrdən istifadə edilir. Bu şərti işarələri biz şərti olaraq 3 hissəyə bölürük. Konturlu, xətti və miqyassız. Konturlu və ya sahibdə deyilir buna. Şərti işarələr əsasən böyük ərazilərdir. Göllərdir, meşələrdir, bağlardır. Bunların, yəni sahəsi böyük olan bir ərazinin təsvirində konturlu şərti işarədən istifadə edilir. Xətti adı üstündədir. Yəni zolaq şəklində uzanan obyektlərdir. Məsələn, yoldur, çaydır, kanaldır. Bunlar xətti şərti işarədən təsvir edilir. Bir də miqyassız var. Miqyassız da zavodlardır, güllələrdir, körpülərdir, bulaqlardır. Yəni kiçik ərazi tutan obyektlər isə miqyassız şərti işarələrlə göstərilir və ancaq mövqeyini təyin etmək olur bu şərti işarələr. Yəni bu coğrafi obyektdə ancaq mövqeyini təyin edə bilərsən ki, harda yerləşir. Sahəsidir, hündürlüyüdür, bu kimi məsələləri təyin etmək uzunluğudur. Bunları təyin etmək mümkün olmur. Bu bizim şərti işarələrimizin təsvirləridir. Bunlara diqqət edək. Bu qədər. İndi isə məsələlərimiz var idi. Onlara bir də baxaq sonda. Bu məsələlərimizə baxırıq. Bir nöqtə arasında məsafəni meridian üzrə dərəcə və kilometrlə hesablayın.
A nöqtəsi yerləşir 40 dərəcəlik şimal enliyi, B nöqtəsi yerləşir 20 dərəcə cənub enliyi. Müxtəlif yarımkürədə olduqları üçün toplayırıq. 40 üzərinə gəlir 20, 60 dərəcə. Rulsun meridian üzrə hesablayanda 111-ə vururduq. Bu da bərabərdir 6660 kilometr. Digər məsələ 40 dərəcə şimal enliyində yerləşən Bakı şəhəri və Ankara. Deməli, koordinatlarımız enlik üzrə eynidir. 40 dərəcə şimal enliyi. Ankara yerləşir 33 dərəcə şərq uzunluğunda, Bakı yerləşir 50 dərəcə şərq uzunluğunda. Şəhərləri arasında məsafənin paralel üzrə dərəcə və kilometrlə hesablayın. 40 dərəcəlik paraleldə 1 dərəcənin uzunluğu 85,4 kilometrdir. Deməli, 50 dərəcədən bizim koordinatlarımız hər ikisi şərq yarımkürəsindədir, yəni eyni yarımkürədədirlər. Bu səbəbdən çıxırıq dərəcələri bir-birinə. 50-dən 33 çıxanda eləyir 17. Vurulsun. 40 dərəcə şimal enliyində yerləşdiyi üçün 85,4-ə vururuq. 17-ni də 85,4-ə vuranda eləyir 1451,8 kilometr. İkinci məsələmiz də bu cür. 3-ə baxırıq. Dünya xəritəsində 20 dərəcə qərb uzunluğu və 40 dərəcə şərq uzunluğu arasında 40 dərəcəlik paralel sürən məsafə 20 sm olarsa, xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Xüsusi miqyasımız nə idi? Paralel və meridiana əsasən tapılan həqiqi uzunluğun xəttdəki uzunluğa nisbəti. Bunun üçün nə edirik? Məntəqəmizin biri 20 dərəcə qərb uzunluğudur, digərisi 40 dərəcə şərq uzunluğu. Müxtəlif məntəqələr olduğu üçün, müxtəlif yarımkürələr olduğu üçün toplayırıq. 20 üstəgə 40, 60 dərəcə. 40 dərəcəyi paralel üzrə deyir. 40 dərəcəyə paralel də biz bilirsik 85,4 kilometrdir. 60-ı vururuq 85,4 kilometrə. Bu da edir 5124 kilometr. Həqiqi məsafəmiz 5124 kilometrdir. Xəritədəki məsafəmiz 20 santimetrdir. Miqyası tapmaq üçün miqyas bərabərdir 5124 kilometr, yəni həqiqi məsafə böl xəritədəki məsafə. Miqyas da bərabər olur 256,2 kilometrə. Bunu da miqyas olaraq ifadə edəndə bu kilometrdir. Kilometri santimetrə çevirəndə 5 sıfır əlavə edirik, yəni 100 minə vururuq. Bu da edir bu cür 1-in nisbəti 256,2-ni vururuq 100 minə. 0-la 2-nin biri gedir, arxasına 4 dənə sıfırımızı yazırıq. Cavabımız budur. Digər məsələ, baş miqyası 1000 kilometr olan miqyas 1000 kilometr olan dünya xəritəsində 30 dərəcə şimal enliyi və 60 dərəcə şimal enliyi, 30 və 60 dərəcə şimal enlikləri, 60 və 30 dərəcə şimal enlikləri eyni meridian üzərindədirlər. Arasında meridian üzrə məsafə 4 santimetrdir. Xəttdəki məsafə 4 santimetrdir. Xəritənin bu hissəsi üçün xüsusi miqyası tapın. Xüsusi miqyasını necə tapırdıq? Meridian və paralel əsasında tapılan həqiqi məsafə 30, bu da 60. Aralarındakı məsafə neçədir? 30 dərəcə. Bunu silək. %30 dərəcə. 60-dan çıxır 30-u, 30 dərəcə. Vurulsun 111-ə. Həqiqi məsafəni tapırıq. O da edir 3330 kilometr. Bu etdi həqiqi məsafə. Xəritədəki məsafəmiz zaten verib. Bizə lazımdır xüsusi miqyas. 3330-u da bölürük 4 santimetrə. Bu da eləyir 832,5 kilometr. Bunu miqyas şəklində yazmaq üçün 5 sıfır əlavə edirik. Bu zamanda 832,5 yox, bu cür yazırıq. 4 dənə sıfır yazırıq yanına. Bu da bizim miqyasımız olur. Digər məsələ, miqyası 2000 olan, 2000-dir, doğrudur, bəli, 200 olan
5-dən 0 istəndə 200 qalır. Miqyası 200 olan xəritədə gəlin yazaq. Böyük ehtimal buna ehtiyac olmayacaq. 200 kilometr. A və B nöqtə arasında məsafə 12,5 sm-dir. A və xəttdəki məsafə miqyas. Onların arasındakı məsafəni meridian qövsünə və miqyasa görə hesablayın. Meridian qövsünə görə. A və B nöqtə arasında 20 dərəcə fərq var. 20 dərəcəni də vururuq 111-ə. Həqiqi məsafə edir 2220 kilometr. Meridian qövsünə və miqyasa görə hesablayın. Xəritdə bu məsafəni neçə kilometr təhrif edildiyi hesablayın. Deməli, birinci biz real məsafəni tapdıq. Meridian və paralellər əsasında. İkinci addımda isə digər həqiqi məsafəni, xəritədəki məsafə və verilmiş baş miqyasa əsasən həqiqi məsafəni tapırıq. Bunun üçün də miqyas, xəritədəki məsafə, həqiqi məsafə bərabərdir. Miqyas vur, xəritədəki məsafə. 200-ü 12,5-ə vururuq. Bu da edir 2500 kilometr. Həqiqi məsafə 2500 kilometrdir. Digər variantda isə 2220 kilometrdir. Təhrifi tapmaq üçün tapılan iki həqiqi məsafənin fərqini tapırıq. 2500-dən çıxırıq 2220-ni. Bu da edir 280 kilometr. Tapdıq ki, təhrifimiz 280 kilometrdir. Deməli, təhrif nə oldu? Təhrif paralel və meridian əsasında tapılmış həqiqi məsafə ilə verilmiş baş miqyas əsasında tapılmış həqiqi məsafələrin fərqidir. Davam edirik. Digər məsələmiz, məsələ 6, tapşırıq 6. Miqyası yenə 1000 olan, miqyas bərabərdir 1000 kilometr olan xəritədə C və D nöqtə arasındakı məsafə 3 cm-dir. Xəritədəki məsafə 3 cm-dir. Verilən məntəqələr 70 dərəcə cənub enliyində yerləşirlər. 50 dərəcə üzr istəyirəm. Verilən məntəqələr 50 dərəcə cənub enliyi üzərində yerləşirlər. 50 dərəcə cənub enliyini qeyd edək gəlin. 50 dərəcə cənub enliyi üzərində yerləşir. C nöqtəsinin coğrafi uzunluğu 70 dərəcə şərq uzunluğu. D isə 30 dərəcə şərq uzunluğudur. D 30 dərəcə şərq uzunluğu, bura D nöqtəsidir. C nöqtəsi isə 70 dərəcə şərq uzunluğudur. Burada C nöqtəsi. Onlar arasında dərəcə və kilometrlə məsafəni paralel qövsünə və miqyasa görə hesablayın. Paralel qövsünə görə istəyir, bir də miqyasına görə. Burada da eyni tərtibi sonda tapmalıyıq. Əvvəla buna əsasən gəlin həqiqi məsafəni tapaq. Həqiqi məsafə nədir? Miqyas vurulsun xəritə. 1000-i 3-ə vuranda 3000 edir. 3000 kilometr. Birinci həqiqi məsafəmiz budur. Baş miqyasa görə tapılan həqiqi məsafə. İndi isə xüsusi miqyasa görə tapılan məsafə neçədir? 30, 70. Eyni yarımkürədilər çıxırıq, eləyir 40 dərəcə. 50 dərəcəlik enlikdə olduqları üçün 50 dərəcədə 1 dərəcə qövsün uzunluğu 71,7 olduğu üçün aradakı fərqi, yəni 40 dərəcəni vururuq 71,7-yə. Bu da eləyir neçə? 2868 kilometr. Digəri də 3000 kilometr idi. Təhrif tapmaq üçün bu iki həqiqi məsafələr arasındakı fərqi tapırıq. Bu da edir 132 kilometr. Təhrifimiz 132 kilometrdir. Davam edirik. 7-ci tapşırıq. Azərbaycanın 6 kilometrlik miqyaslı divar xəritəsində 38 şimal enliyi, 42 dərəcə şimal enlikləri arasında məsafə 70 cm olursa təhrifi hesablayın. Miqyasımız neçə oldu? Miqyas bərabər neçəyə? 6 kilometr. Xəritədəki məsafə 70 cm. Buradan həqiqi məsafəni tapan enlik, xəttdəki məsafəni miqyasa vururuq. 6 dəfə 7-nin 42, 420 kilometr. Həqiqi məsafəmizin biri bu. İkinci həqiqi məsafədə isə 38 dərəcə şimal enliyi, 42 dərəcə şimal enliyi.
42 çıx 38 bərabərdir 4 dərəcəyə. 4 dərəcəni də vururuq 111-ə. Bu da edir 444 kilometr. Həqiqi məsafəmizin biri 444 kilometr, digərsi 420 kilometr. Təhrif tapanda ikisi arasındakı fərqə baxırıq. Çıxırıq. Bu da eləyir 24 kilometr. Təhrifimiz oldu 24 kilometr. Digər məsələ, Azərbaycanın 5 kilometr miqyası 5 kilometr miqyaslı divar xəritəsində 40 dərəcəlik paralellik üzrə 45 dərəcə şərq uzunluq, 50 dərəcə şərq uzunluq arasında məsafə 80 sm olarsa, xəttdəki məsafə 80 sm-dir. Bu iki məsələ bir-birinə oxşuyur. Həqiqi məsafə bərabərdir. Sadəcə bir-birinə vururuq. 5-i vurursan 80-ə, bu da eləyir 400 kilometr. Həqiqi məsafəmizin biri bu. Digəri isə 45 dərəcə şərq uzunluğu, 50 dərəcə şərq uzunluğu. Fərq 5 dərəcədir. İkinci həqiqi məsafə. 5-i vurursan 40 dərəcəlik paralel ödədiyi üçün 85,4-ə. Bu deyilir 427. Həqiqi məsafənin biri 427, digəri isə 400 kilometr. Aralarındakı fərq bərabərdir 27 kilometr. Deməli, təxminimiz 27 kilometrdir. Digər məsələ, dünyanın silindrik proyeksiyasında tərtib olunan, bu silindrik proyeksiyalardan söhbət gedir burada. Yəni, buna baxmayaq, çünki bizim mövzumuz miqyasdır. Bu qədər. Yəni, əsas bura qədər idi. Bizə buna ehtiyac yoxdur. 8-ə qədər baxdıq. Kifayətdir. Belə, izlədiyiniz üçün təşəkkür edirik.